Xoş gördüyünüz dinləyicilər. Yenə də bir dini mövzuya toxunmaq istəyirəm. Çünki bundan əvvəl paylaşdığım bir video kifayət qədər mübahisələrə və kifayət qədər də diskussiyalara səbəb oldu. İlk növbədə onu demək istəyirəm ki, bizi kifayət qədər təhqir edən də oldu. Bizə aqressiya göstərənlər də oldu. Əvvəla o insanlara cavabım bundan ibarətdir ki, əvvəla ziyalı insanlar, təfəkkürü olan insanlar həmişə cəmiyyətləri narahat ediblər. Bunlar çox normal bir şeydir. Zaten bizim danışıqlarımız sizi narahat etmək üçündür ki, düşünə biləsiniz. Çünki Allah da zaten bu işləri görürdü. Ona görə də sizin söyüşləriniz və yaxud da təhqirləriniz mənə çox da narahat etmir, əksinə sevindirir. Çünki nədən sevindirir? Çünki Allah Rəsulü Muhammed Əleyhisselam Allahın adını çəkdikdə, Allahın təkliyindən danışdıqda zaten ondan sonra onu vurmağa başladılar, onu söyməyə başladılar, onu təhqir etməyə başladılar və s. və ilaxır bu formada böyük əsabələr vardı və yaxud da ki, Əbazər Qəffarını sürgün etdilər, Əbazər Qəffarını döydülər, vurdular. Niyə görə? Çünki o haqqı deməyə və Allahın təkliyindən danışmaya və müşrikliyə son qoymaqdan danışdıqda artıq başlandı hadisələr yaranmağa və zülmlər və əzablar yaranmağa. Çünki İslamın içində də artıq müşriklik başlamışdı yayılmağa. Ona görə də dediyim kimi Peyğəmbər əleyhissalamı belə o vaxtı vurdular ki, o haqqı və Allahın sözünü deməyə başladı. Ondan sonra başladılar onu döyməyə, təhqir etməyə və mübarək qanın tökməyə. Bu üçüncü bir məsələ. Mən sizi nəyə dəvət edirəm? Yəni məni niyə görə söyürsünüz? Yəni Peyğəmbər əleyhissalamı nəyə görə söyürdünüz? Çünki o Allahdan ki gəldi danışdı, tək Allahdan danışmaya başladı. Ortada o başqa bütləri ortadan qaldırdıqda başladınız onu söyləyin. Məni söyənlər nə üçün söyürlər? Mənə də söyənlər ona görə söyürlər ki, və yaxud da ona görə aqressiya göstərirlər ki, mən hər hansı bir firqədən danışmıram və birbaşa Allahı göstərirəm ünvan kimi və məni söyürsünüz. İnanın mənə, mən şiəlikdən danışsaydım, mütləqdir ki, gəlib indi mənə kifayət qədər şiə qardaşımız bəh, əhsən, afərin, səndən yoxdur deyərdi. Yoxdur da sünnilikdən danışsaydım, Əbu Bəkirdən, Ömərdən, Muaviyyəni burada tərifləsəydim, böyük ehtimal məni də tərifləyəcəklər. Əhsən qardaş, sən doğru yoldasan, sən filan yoldasan. Amma doğru yolda olduğumu əlbəttə ki, mən bilirəm. Hardan bilirəm? Çünki Qurani-Kərimdən bilirəm və Allah bizə nə dediyini də xəbərimiz olsun deyə mən də bunu sizə çatdırıram. Baxın, Allah Teala Zümər surəsi 39-cu, daha doğrusu Zümər surəsinin 45-ci ayəsində, yəni 39-cu surənin 45-ci ayəsində Allah Teala buyurur ki, Allah deyir tək olaraq xatırlandığı zaman, ahirətə inanmayanlar qəlblərindən nifrət bürüyər. Allah tək anıldığı, Allahı deyir tək olaraq xatırlandığı zaman, ahirətə inanmayanların qəlbi nifrətə bürünər. Onlar ondan qeyriləri yad verdiyi zaman isə onlar sevinərlər. Baxın, görürsünüz. Mən elə ki, Allahdan danışıram, bəzi insanların qəlbləri və nifrəti artmağa başlayır. Baxın, bu Zümər surəsi 45-ci ayədədir mənim əzlərim. Ona görə düşünün, görün bu insan bizə nə deyir ki, biz ona qarşı aqressiya göstərir. Bax, Allah Quran ayəsini sizə dedim. Zümər 45-ci ayə. Deyir, ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinərlər. Mən burada başlayıb hansısa firqədən danışanda o firqəçilər sevinəcək, başlayacaq mənə tərifləməyə ki, səndən yoxdur qardaş, sən də bir dənəsən. İkinci, gəlirik mövzumuza. Mövzumuz nədən ibarətdir? Bir sıra qardaşlar, dostlar, mənim də sevdiyim insanlar deyirdilər ki, Əhl-i Beyt yolu vacibdir, biz Əhl-i Beyt yolu ilə getməliyik, Əhl-i Beyt yolu bizi mərhəmətə aparan, necə deyərlər, nura aparan bir yoldur. Və yox da digər Əhl-i Sünnə deyir ki, əshabənin yolu bizim üçün vacibdir, bu əshabə, nə bilim, Muaviyyənin arxasıca getsə, cənnətə girərik, hara girərik. Bax, buna cavab olaraq, əvvəla mən sizə bir söz, bizim üçün meyar nədir? Meyarı biz tapmalıyıq. Allah Teala Quranda buyurur ki, kitab barəsində danışdıqda deyir ki, biz sizə hidayət və nur göndərdik. Hara keçirsə biz sənə hidayət və nurdan danışıb onu kitabı göstərir. 6-cı surənin 88-ci ayəsində Allah Teala deyir ki, bu Allahın hidayətidir, kitabdan danışır. O qullarını istədiyi şəxsi doğru yola yönəldər. Baxın, kitabdan söhbət gedir. Bax, gördünüzmü? Biz nə istəyirik mənim əzizim? Biz hidayət olmaq istəyirik. Biz nura çatmaq istəyirik. Bizə mərhəmət olmasını istəyirik. Bax, biz nə istəyirik? Bax, sual, meyar bizim üçün nədir? Allah bizim üçün meyar bunu göstərir ki, hidayət və nur kitabdır. Əgər Allah hidayət və nurun Muaviyyə olduğunu desəydi, mən mütləq burada Muaviyyəni təbliğ edərdim ki, baxın, bu bizim hidayət və nurumuz
Muaviyəni. Və ya da Əhl-i Beyt ki, qardaşlarımız deyirlər, əvvəla onu deyim ki, mən özüm Əhl-i Beytdənəm, özüm Seyidəm. Amma bu mənə o imkan vermir ki, deyim ki, mən sizdən üstünəm. Və ya da Seyidliyi hər kəsdən üstündür. Hər bir şəxs Adəmin övladıdır, hər bir insan Adəmin övladıdır. Əlbəttə Peyğəmbərin də nəsli var, Kövsər surəsində bundan gedər. Və bu bizə bir üstünlük gətirmir. Əksinə, məsuliyyət gətirir. Ona görə çıxıb ortaya mən Əhl-i Beytdən yekə-yekə yalandan danışa bilmərəm. Əhl-i Beytin birinci imamı Həzrət Əli əleyhissalamın adı nə idi? Natiq-i Quran. Bu kişi özü Natiq-i Qurandır. Mən də sizə Quranı çatdırıram. Görürsünüz, elə məndən yaxşı şiyə yoxdur əslində qalsa. Sadəcə olaraq başçı işlətsəz bunu görərsiniz. Baxın, Allah Teala Quranda buyurur ki, 6-cı surə, Ənam surəsi 157-ci ayədə buyurur ki, əgər bizə kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardı deməyəsiniz deyə. Bəzi müşriklər, bəzi kafirlər belə dedilər ki, Peyğəmbərə ki, əgər bizə kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardı deməyəsiniz deyə Allah Teala buyurur ki, artıq sizə Rəbbinizdən açıq aydın hidayət və mərhəmət gəlmişdir. Bunun kitab olduğunu artıq sübut edir. Allahın ayələrini yalan sayan və onlardan üç çevirən kimsədən daha zalim kim ola bilər? Ayələrimizdən üç çevirənləri biz əlbəttə ki, əzabla müjdələyərik. Baxın, mənim əzim, Allah Teala gördünüz nə deyir? Deyir ki, siz doğru yola, hidayət olasınız deyə, mərhəmət olasınız deyə biz bu kitabı göndərdik. Demir sizə mərhəmət olsun deyə Əhl-i Beyti göndərdim, onun arxasına gedin. Demir sizə Əhl-i Beyt və yaxud da Muaviyəni göndərdim, hidayət yolu Muaviyə də onun arxasına gedən. Ona görə mənim əzlərim, İslamın meyarı var. İslamın meyarı və kitabın meyarı yalnız və yalnız Allaha təslim olmaqdır. Bütün kitablar bizə indiyənə qədər nəyi göstərir? Hidayət və nurun kitab olduğunu göstərir və bu cür ayələr yüzlərlədir. Sadəcə olaraq mən sizə ikisini burada dedim. Yenidən təkrarlaram. Ənam surəsi 157-ci ayə. Baxın, deyir, əgər bizə kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq deməyəsiniz deyə bir kitab göndərdi. Yəni, kitabın olması bizə doğru yol göstərdiyini sübuta yetirib. Nə bizə doğru yol göstərdi? Kitab doğru yol göstərdi. Əhl-i Beyt, Ömər, Muaviyyə, Osman, filan kəs yox. Baxın, bunlar böyük şəxsiyyətlərdir. Onları sevəcəksiniz, tarix etibarilə də hörmət edəcəksiniz. Əlbəttə ki, bu günləri Quranda Əhl-i Beytə işarə də var, digərlərinə işarə də var. Bəzi insanlar da bu formada iştirak edir. Sən xəbərin yoxdur, Quranda ayə var, Əhl-i Beyt vardır. Axı Quranda Əbu Ləhəb barəsində də ayə var. Təbbəkədə Əbu Ləhəbin. Bəli, bunu niyə bəs? Yəni məsələ o deyil. Quranda adı olmaq başqa şeydir. İbrahimin də adı keçir, yüzlərlə insanın adı keçir, Fironun da adı keçir. Fironla fəxr edir. Hər bir məsələnin, hər bir ayənin öz konteksti var və öz kontekstinə görə vacibdir onu biz anlayaq. Çünki hər bir ayə bizə nəyisə, hansısa bir tarixi nüansları sitat gətirir və bizə nəyisə öyrədir. Yəni bizim üçün meyar nə oldu mənim əzizim? Bizim üçün meyar doğru yol göstərən nə oldu? Kitab oldu və Allah təala buyurur ki, artıq sizə Rəbbinizdən açıq aydın hidayət və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan sayan və onlardan üç çevirən kimsədən daha zalim kimsə ola bilməz. Bax, görürsünüz mənim məsələn. Yəni kitabdan üç çevirməyimiz bizi gətirir zəlalətə çıxardır və yolumuzu azmağımıza gətirib çıxardır. Ona görə mənim əzizlərim, mənim bu dediyim şeylər nə Əhl-i Beytə qarşıdır, nə Əhl-i Sünnəyə qarşıdır. Mənim dediklərim sadəcə Allahın təbliğidir, Allahın kitabının təbliğidir. Onun üçün də mən Əhl-i Beyti çox sevirəm. Əhl-i Beyt barəsində indiyənə qədər bəlkə sizlərin oxumadığınız bütün əsərləri, bütün küllə əsərlərdən xəbərim var, amma Əhl-i Beyt barəsində də kifayət qədər uydurma hədislər çıxarılıb. Necə ki, Əhl-i Sünnə bu uydurma hədislərin içərisində bu dəqiqə boğulur və çox təəssüflər olsun ki, bu günləri də istər bütün firqəçiləri demək olar ki, özləri də istəmədən Muaviyyənin qoyduğu İslamdan gedirlər. Muaviyyənin qoyduğu İslam uydurulmuş İslamdır. Gələn İslam, Allahın öz rəsulu vasitəsilə göndərdiyi İslam yalnız və yalnız Qurandır, yalnız və yalnız o kitabdır ki, o kitab bizə hidayət və mərhəmətə çatdırır. Təşəkkür edirəm, var olun, özünə müğayət olun və bəyənməni yaddan çıxartmayın.